Balaxanı, Bakının ən məşhur kəndi, neftin fontan verdiyi, Mirzə Ələkbər Sabirin dərs dediyi, tarixin qorunduğu qədim şəhər tipli qəsəbə. Bir vaxtlar Balaxanı deyən kimi göz önündə neft fontanları, neft qoxan bir kənd canlanırdı. Çünki ilk neft buruğu da elə bu kənddə vurulmuşdu. Hətta onunla bağlı ilk film də burada çəkilmişdi. Bakının bu məşhur kəndində evi, torpağı olanlar zəngin sayılırdılar. Biz də verilişimizin bugünkü sayını Bakının ən qədim yaşayış məskənlərindən olan Balaxanıya həsr elədik. Bu kənddə məskunlaşma baş tutandan bu yana 3 dəfə məşhurluq yaşanıb. Birinci, İlk dəfə burada neft fontan vuranda, ikinci dəfə düşmənlər neft mədənlərinə od vurub yandıranda, üçüncü dəfə isə 1898-ci ildə rejissor Aleksandr Mişon tərəfindən Balaxanı neftinin qısametrajlı sənədli filmi çəkiləndə. Hətta dördüncü də var ki, bu da ölkə prezidentinin göstərişi ilə bir vaxtlar tullantı poligonuna çevrilən Balaxanı abadlaşıb, yeni simaya salınıb. Bizim kəndimiz Bakı kəndlərinin ən qədim kəndlərdən biridir. Yəni, mən bu kənddə doğulub boyu başı satmışam. Kənd ağsaqqalıyam, Ağsaqqallar Şurasının sədriyəm. Demək, özüm təqaüddə olan mühəndisəm. Demək, qəsəbəmizdə bax, bu abadlıq işləri başlayandan, yəni, mənim də bir mühəndis kimi, yəni bu işlərdə köməkliyim olur, yəni bu işlərdə yaxından iştirakım olur. Demək, bu işlər başlamamışdan qabaq qəsəbəmiz su təchizatından, işıq, demək olar ki, tez-tez işıqlar olmurdu, kəsilirdi. Yəni qaz demək olar ki, kəndin böyük bir yerində, böyük bir hissəsində qaz təchizatından əziyyət çəkirdi insanlar, cəmaət. Yollarımız bərbad vəziyyətdə idi. Yəni bu işlər başlayanda demək olar ki, birinci növbədə qaz xəttləri təzələndi, su xəttləri kəndə çəkildi, kabelləşmə getdi, işıq xəttləri çəkildi. Demək, kənddə asfalt örtüyü, 300 min kvadrata yaxın asfalt örtüyü vuruldu. Hal-hazırda dayandığımız, yəni bu kəndin məsəl üçün böyük bir hissəsində, Hacı Soltan küçəsində, yəni Dirçəliz küçəsində, sonra Səfəvilər küçəsində, demək,
daş örtüyü yerə vuruldu. Kəndin bütün kanalizasiya sistemi demək olar ki, yeniləndi. Kəndin kanalizasiya sistemi çəkildi. Köhnə, yəni o memarlığını, balıqxanada olan köhnə, yəni tikililəri, yəni qoruyub saxlamışıq. Yəni bu işlər demək olar ki, bizi bir ağsaqqal kimi, kənd sakini kimi məni də çox sevindirir. Və arzum budur ki, yəni Azərbaycanımızın, Bakımızın hər bir güşəsində bax, belə bir abadlıq, quruculuq işləri getsin. Balıqxana sözünün etimologiyasına gələndə mənası baş otaq anlamına gəlir. Digər bir mənası isə balaca xan, kiçik xan kimi yazılır. Balıqxana sözü nə anlama gəlir gəlsin, əsas odur ki, ölkəmizdə ən qədim yaşayış məskənlərindən biridir. Kənd ərazisindən tapılan maddi mədəniyyət nümunələrinə görə demək olar ki, min illərdir ki, insanlar bu kəndin ərazisində yaşamağa başlayıblar. Xəritəyə nəzər salsaq, görəcəyik ki, Balıqxana Abşeron yarımadasında düz mərkəzdə yerləşir. Sabunçu rayonunun tərkibində olan Balıqxanı Ramana, Zabrat, Digah və Məhəmmədi kəndləri ilə qonşudur. Şimala doğru yüksələn təpələrin fonunda kənd iki hissəyə bölünür, yuxarı və aşağı məhəllələrə. Balıqxana Bakının bəlkə də yeganə kəndlərindəndir ki, özünün qədim arxitekturasını qoruyub saxlayır. Ensiz küçələr, bir-birinə yaxın və bənzər quruluşlu evlər, balaca həyətyanı sahələr, əncir və üzüm kolları sanki bu kəndin pasportudur. Sovetlərin süqutuna az qalmış bir vaxtda, daha dəqiq desək 1989-cu ildə kəndin qərb tərəfində yeni standartlara uyğun küçələr salınıb. Amma bu yeni salınan məhəllə kəndin əvvəlki görünüşünə heç bir xələl gətirməyib. Yerli sakinlər deyirlər ki, əvvəllər burada demək olar ki, yaşıllıqlar olmayıbdı. İndi isə qəsəbənin küçələri, dalanları yaşıllıqlara qərq olub və ən əsası da bütün bu gül çiçəklər, ağaclar mütəmadi şəkildə hər gün onlara qulluq və diqqət göstərilir. Balıqxanada neft fontan verməzdən əvvəl kəndin əhalisi əsasən əkinçilik və bağçılıqla məşğul olublar. Abşeronun başqa kəndləri kimi Balıqxanada da geniş üzüm bağları salınıbmış. Vaxtilə Böyük Şor gölündən şimalda iki kiçik göl də varmış ki, həmin göllərin də suyundan yerli əhali suvarma və əkinçilikdə də yararlanırmışlar. Neft emalına başlanılandan sonra isə kəndin hər yerindən mazut qoxusu gəlməyə başlayıb. Hazırda isə qəsəbənin demək olar ki, hər tərəfində gül dibçəkləri, dekorativ kollar, ağaclar görmək mümkündür. Yeri gəlmişkən qeyd edək ki, ilk neft quyusu 1869-cu ildə Balıqxanada qazılıb. Həmin quyudan çıxan neft 3 gün ara vermədən fontan vurub. Ətraf ərazilər mazut gölməçəsinə dönüb. Beləliklə də bu ərazilərdə kimin torpağı olubsa, onlar zənginləşməyə başlayıblar. Hətta tanınmış xeyriyyəçi, məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin də bu kənddə neft quyuları olub. Balıqxanı həmin dövrlərdə öz neftinə görə o qədər məşhurlaşıb ki, xarici ölkələrin milyonçu insanlarının da diqqətini özünə cəlb edib. 19-cu əsrin 70-80-ci illərində bu kənddə Nobel qardaşları, Rothschild, Rockefeller kimi zənginlərin, Rus kapitalistlərinin torpaqları olub. Bu kəndə ilk gələn xarici sərmayədar isə Alman Robert Nobel olub. Kənddə ilk dəfə neft quyularının əbədiləşməsi üçün abidə qoyulsa da, indi dağılıb və yerində heç nə qalmayıb. Abidədən söz salmışkən, qeyd edək ki, Azərbaycanda ilk insan heykəli də məhz Balıqxanada ucaldılıb. Həmin heykəli 1929-cu ildə Mirzə Cəlilin ən yaxın dostu Mirzə Ələkbər Sabirin xatirəsinə ucaldıblar. Bəlkə də tamaşaçılar üçün maraqlı görünə bilər ki, Sabiri Balıqxanı ilə nə bağlayır? Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir 1910-1911-ci illərdə Balıqxanı kəndində hazırda mədəniyyət evi kimi fəaliyyət göstərən bu məktəbdə dərs deyibdi.
Onun şərəfinə Balıxanının mərkəzində, Balıxanı meydanında daha doğrusu Mirzə Ələkbər Sabir parkı yaradılıb və parkın tam mərkəzində şairin şərəfinə bu cür abidə ucaldılıb. Bu qəsəbənin yenidən gəzməli, görməli yerə çevrilməsində Bakı Abadlıq İdarəsinin rolu danılmazdır. Bu kənd ilk neft quyularının vətəni olduğuna görə turistlər bura həmişə maraq göstərib. Buna görə də kəndin bərpasına, səlqə-səhmana salınmasına böyük ehtiyac yaranıb. Bu missiyanı isə Bakı Abadlıq İdarəsi öz üzərinə götürüb. Bərpa və abadlıq işlərinə yaradıcı insanlar, rəssam və heykəltaraşlar da cəlb olunduğuna görə Balıxanının yeni görkəmində xüsusi yaradıcı bir ab-hava var. Balıxanıda 2019-cu ildəki abadlıq işləri başladı. Bunun ilkin olaraq bu Balıxanıda əsasən deməli iki küçənin abadlıq işləri nəzərdə tutulmuşdur. Artıq burada küçələrin fasadlarında da tələb olundu ki, burada nələrsə olsun ki, bu turistlərə hesablanan bir layihədir, axı turistik bir layihədir. Ona görə biz burada düşündük ki, burada hansı bir təsvirlərlə, hansı bir dekorlarla və ancaq ki, sözsüz ki, buranın memarlığını pozmayan, daha belə deyək də mövzuya uyğun təsvirlər olsun. Və ona görə biz çalışdıq ki, burada divar boyakarlığına aid street art əsərlər burada öz əksini tapsın. Çünki turistlər də bura gələndə çox məmnun da getsinlər. Bəli, çünki Balıxanıda rəssamlar nəsli var. Çünki mən özüm ailə, mənim atam rəssam olub, qardaşım rəssamdır. Biz burada gördüyümüz bu təsvirlər dekorativ, yəni həndəsi belə deyək də formada stilizə olunmuş işlər bu Əzbala Dadaşovun işləridir. Bəli, burada hamısı rəmzi xarakter daşıyır. Belə baxsaq, belə deyək də maldarlıq, yəni əkinçilik, maldarlıq, yəni bolluq, bərəkət, yəni burada demək olar simvolik yəni formalarla öz əksini tapır. Məsələ onda idi ki, bura həm Abşeronun, həm Bakının belə deyək də öz abi havasını saxlamaq lazım idi burada. Və bu təsvirlər də və hətta indi bizim o qarşımıza gələn bu təsvirdə həmən bu yerə uyğun düşünülüb. Düzdür, burada iki yanaşma var. Bir var turistin baxacağı dekorativ təsvir, bir də var ki, orada şəkil çəkdirəcəyi təsvir. Bura çox məxsus olan, buranın o belə deyək də başqa qəsəbələrdən fərqləndirən cəhətləri var. Və bunu biz çalışdıq ki, burada həm belə deyək də həm bir şirinlik, həm də o qədim ənənəni saxlamaq. Çalışdıq ki, bura gələnlər buradan belə deyək də gedəndə özlərində bir xatirələrlə yanaşsın. Və ona görə biz hətta burada sənətkarlıq belə deyək də istehsalat yerləri də qurduq ki, bura gələn turist yerli məhsul alsın. Burada abadlıq nəinki biz belə deyək gördüyümüz vizual. Bu insanların da biz çalışırıq ki, belə şuurunda bu abadlıq baş versin. Bugün Balıxanı Sovetlərin zamanındakı unudulan kənd deyil. İndi Bakı kəndlərinin arasında bu kənd turistlər tərəfindən ən çox ziyarət olunan bir yaşayış məskəni kimi tanınır. Bərpa işləri aparılandan sonra isə Balıxanıda sanki başqa bir ab-hava yarandı. İndi bu kəndin küçələrini dolaşdıqca heyrətini gizlədə bilmirsən. Onu da bildirək ki, qəsəbənin küçələrini bəzəyən bu divar təsvirləri Balıxanıdan olan rəssamların müəllif işləridir. Qədim sənət növlərini qoruyub saxlayan sənətkarlar üçün burada çox gözəl şərait yaradılıb. Belə ki, sənətkarlar öz emalatxanalarında məşğul olduqları sahələrə aid sənətkarlıq nümunələrini yaradır və onların satışını təşkil edirlər. Bildiyiniz kimi duluqçuluq sənəti, keramika sənəti çox qədim sənətdir. Ondan bizim Balıxanı kəndini geniş istifadə ediblər. İndi bizim fikrimiz, məqsədimiz odur ki, bu keramika sənətini Balıxanı kəndində inkişaf elətdirək. Məhsulun hazırlanmasını izah eləmək istəyirəm. Məsəl üçün, nar məhsulunun hazırlanması
göstərmək istəyirəm sizə. Bax, gördüyünüz bu qəlibdir. Gipsdən düzəlmiş qəlibdir. Biz gili sulu halda onun içərisinə yerləşdiririk. Gili müəyyən vaxtdan sonra, bu qəlibdən boşaldandan sonra gözləyirik, o gil qəlbin içində quruyur və sonra qəlbin içindən bax, belə vəziyyətdə biz çiğ məhsul alırıq. Gördüyünüz bu məhsul hələ çiğ gildir, hələ bu bişməyib. Bu qəlibdən çıxandan sonra bu bir dəfə peçə yerləşdirilir və bir dəfə bişirilir. 1050 dərəcədə bir dəfə bişirilir. Peçdən çıxandan sonra isə belə sərt halda çıxır. Görürsünüz, rəngində də fərqi var. Bu birinci bişimdir. Sonra biz bu məhsulları rəssamlarımıza təhvil veririk. Rəssamlarımız bu halda onun üzərində rəsmlər çəkirlər. Sonra biz onu şirələyirik. Şirədən sonra yenə onu sobaya yerləşdiririk artıq ikinci dəfə. Müəyyən vaxtdan sonra, pişəndən sonra, 9 saat, 8 saat pişəndən sonra bir sutkada hələ peç soyuyur. Sonra isə peçdən hazır belə məhsul çıxır. Balıqxananın düz mərkəzində bir neçə emalatxana və antik əşyaların satışını təşkil edən mağaza fəaliyyət göstərir. Burada dulusçu sexi, papaqçı və dərzilərin dükanları rəssam emalatxanalarının müştəri baxımından bəxtləri gətirib. Balıqxanada mərkəzi küçələrdə gəzərkən qarşımıza çıxan maraqlı, diqqət çəkən məqamları videolentin yaddaşına həkk elədik. Həmçinin buranı görməyə gələn turistlərlə də həmsöhbət olduq. Mənim adım Olga Kondratyevadır. Sankt-Peterburqdan gəlmişəm. Bura ekskursiyaya gəlmişik. Bərpa olunmuş yeni qəsəbəyə baxdıq. Olduqca maraqlı bir yerdir. Çoxlu milli elementlər var. Biz milli mətbəxi də daddıq. İnanın, çox xoşumuza gəldi. Divar rəsmləri isə bir rəssam kimi mənim üçün xüsusilə maraqlı oldu. Bu rəsmlər qəsəbəyə xüsusi bir rəng qatır və özünü sanki evində hiss eləyirsən. Qəsəbənin bərpasına vəsait ayrılması da çox gözəl bir haldır. Ümumiyyətlə, dövlətin öz xalqının mədəniyyətinə bu qədər önəm verməsi heyrətamizdir. Biz sizə inkişaf və tərəqqi arzulayırıq. Arzu edirik ki, qəsəbəniz turizm mərkəzinə çevrilsin. Artıq qəsəbə statusu ilə tanınan Balıqxananın ərazisində tarixi əhəmiyyətli o qədər qədim tikililər, hamamlar, karvansaraylar, ziyarətgahlar, məbəd və saraylar, mədrəsə binaları var ki, onları görəndən sonra belə qənaət yaranır ki, Balıqxanı bir vaxtlar ölkəmizin mədəni mərkəzlərindən biri olub. Ölkəmizdə ilk fəhlə öz fəaliyyət dərnəyi də 1904-cü ildə məhz bu kənddə yaradılıb. Azərbaycanda bu məscidin adı çox məşhurdur. Hacı Şəhla məscidindən bəhs edirik. Bu məscid kəndin qəbirstanlığının yaxınlığında bir təpənin üzərində inşa olunub. Balıqxanı qəsəbəsində yerləşən 14-cü əsrə aid daha bir memarlıq abidəsi Hacı Şəhla məscidi. Məscidin ön hissəsində 2 kitabə yer alır. Kitabələrin birində onun inşa olunduğu tarix, digər kitabədə isə kim tərəfindən inşa olunduğu qeyd olunur. Məscid 2 hissədən, bir daxili otaq və geniş portaldan ibarətdir. Məscidin giriş qapısı üzərindəki kitabədə onun 1385-1386-cı illərdə inşa edildiyi göstərilib.
Giriş qapısının üstündə 2 sətirlik kitabənin mətni belədir. Bu imarət Hacı Şəhla bin Şakir bin Mustafa köşkinindir. 787-ci il. Balıqxanı qəsəbəsində Hacı Şəhla məscidi kimi ikinci məşhur qədim tikili də var. Bu isə Şakir ağa türbəsidir. Bura isə Şakir ağa türbəsidir. Bu memarlıq abidəsi 15-ci əsrdə inşa olunub yeganə türbədir ki, içərisində və çölündə 8 ədəd taxçası var. Abidənin kitabəsində onun 1427-1428-ci illərdə Mirir Axur Şakir ağa İbn mərhum Mürtəzanın sifarişi ilə inşa edildiyi qeyd edilib. Abidə planda xaçvaridir. Türbəyə giriş şimal tərəfdən portaldandır. Azərbaycanda Şakir ağa türbəsi kimi həm daxili, həm də xarici quruluşu xaç şəklində olan ikinci bir abidə yoxdur. Bu qədim tikililər Balıqxanı qəbirstanlığının yuxarı hissəsində yerləşir. Burada həmçinin fərqli memarlıq üslubuna malik bir qəbirüstü abidə diqqətimizi çəkdi. Gördüyünüz mozaik qəbirüstü abidədən dünyada 2 ədəddir. Biri Parisdə Saint-Geneviève-de-Bois qəbirstanlığında, digəri isə Balıqxanı qəbirstanlığındadır. Parisdəki məzarda Rus baleronu Rudolf Nureyev, Balıqxanıdakı məzarda isə 1997-ci ildə evdə öldürülmüş ana və bala dəfn olunub. Balıqxanının başqa bir tikilisi isə 17-ci əsrdə inşa olunan Şah Sərfi karvansarasıdır. Bu abidə 1635-1636-cı illərdə Şah Səfinin sifarişi ilə inşa olunubdu. Balıqxanı İpək yolunun üzərində salındığı üçün həmin bu karvansara son dayanacaq olub. Adından da görüldüyü kimi bu karvansara Səfəvi şahları ilə əlaqəlidir. 1968-1969-cu illərdə abidədə restavrasiya işləri aparılıb. Ümumiyyətlə Balıqxanı kəndinin ərazisindəki qədim tikililəri görəndən sonra belə qənaətə gəlmək olar ki, İpək yolunun buradan keçməsi kəndin inkişafına da təsir göstərib. Balıqxanıdakı digər qədim tikililərdən biri də qum hamamıdır. Bura Balıqxanı qum hamamıdır. 14-cü əsrə aid olan qədim tikili bir-biri ilə əlaqəli 3 hissədən ibarətdir. Əsas giriş hissə su hovuzlarının yerləşdiyi çimmə zalı və digər otaqların yerləşdiyi hissə. Hamamın qızdırılmasında Yanardağın yaxınlığındakı Girməki dağının qumundan istifadə olunub. Məhz ona görə qum hamamı adlandırılır. Bu gördüyünüz fontan sistemi o dövrlərdən inşa olunmuşdur. Hamamın arxasında quyu su ilə dolduğu zaman bu fontan avtomatik fəaliyyətə başlayır. Heç bir əlavə motor, heç bir əlavə qurğu olmadan. Hamamda qapıların aşağı olmasının səbəbi istilin içəri daha çox qorunub saxlanılmasına görə idi. Hamam özü 6 il əvvəl restavrasiya olunub, dam örtüyü yenidən bərpa edilməyib ki, orijinallığı qorunub saxlanılsın. Lakin o dövrlərdən bilinirdi ki, burada hamam var. Ümumiyyətlə, Balıqxanı İpək yolunun üzərində yerləşdiyinə görə bu qəsəbə o dövrlərdən inkişaf etmiş bir qəsəbə olub ki, hansı ki, eyni hissədə həm ovdan, həm də qum hamamı mövcuddur. Hamamından biraz aralıda Şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə 14-cü əsrdə tikilmiş ovdan yerləşir. Ovdan kəlməsi tət farsi dilindən götürülüb. Həmin dildə abdan ab, su, dan onun saxlanılması mənasını verir. Ovdanın mənbəyindən su götürmək üçün 40 pillə üzü aşağı düşmək lazımdır. Bu tikili özlüyündə unikal sənət abidəsidir. Nağıllarımızda yer alan 40 pilləkən bu ovdan da var.
Pilləkənlərin quruluşu Şirvanşahlar Sarayında olduğu kimi bir qədər hündürdür. Keçmişdə ovdan vasitəsilə Balıxanının içməli suya olan tələbatı ödənilib. Ovdanın çox az bir hissəsi torpağın üzərində, əsas hissəsi isə torpağın altındadır. Balıxanı ilə Ordubad arasında su quyularına görə bir bənzərlik var. Belə ki, Ordubadda da su quyuları 40 pilləlidir. Balıxanının gəzməli, görməli yerlərindən bəhs etdik. Tarixi məkanlarında olduq, amma bu kəndin ziyalılarından, dəyərli şəxsiyyətlərindən bəhs etməsək, ədalətsizlik olar. Bugün ölkəmizdə bəstəkar Cahangir Cahangirovun adını eşitməyən çox az adam tapmaq olar. Azərbaycan musiqisinin inkişafında, formalaşmasında, yüksək məqama çatmasında çox dəyərli bəstəkarımız Cahangir Cahangirovun rolu danılmazdı. O, 1921-ci ildə Balıxanıda anadan olub və böyük Üzeyir bəydən təhsil alıb. Füzulinin kantatasının adını çəkmək kifayətdir ki, Cahangir Cahangirovun dahiliyi gözümüzün önündə canlansın. Nobel mükafatçısı tanınmış fizik Albert Lev Landau, tanınmış rəssam Rəhman Hadiyev, aktyor Kazım Abdullayev kimi tanınmış insanlar da Balıxanıda doğulublar. Balıxanıdan olan ziyalılardan, qədim kənd barədə qəsəbə sakinindən də bəzi məlumatlar əldə etdik. Bu binalar hamısı vaxtı ikən Balıxanı milyonçularının evi olub. Yəni Balıxanı milyonçular bu evləri tikiblər, bunlar neftxodalar burada yaşayıblar. Hal-hazırda da oturduğumuz bu binanın qarşısı Məşədi Muxtar kişinin binasıdır, evidir. Burada onun hal-hazırda nəvələri, nəticələri yaşayır. İlk dəfə Azərbaycana neft mancanaqlarını o götürüb gəlib. Həm də Məşədi Muxtar kişinin evində ilk 1904-cü ildə ilk qadın məktəbi açılıb, qızlar üçün, qadınlar üçün məktəbi açılıb. İqlimə xanım orada dərs verib. Balıxanının özünün 2000-dən çox yaşı var. İlk dəfə dünyada 1596-cı ildə neft Balıxanıda çıxıb. Usta Allahyar su quyusu qazırmış. Elə olub neft çıxıb. Qonşular deyib ki, bəs çıxın gedin buradan, Allah bizi bəla göndərib. İlk futbol Azərbaycanda 1911-ci ildə Balıxanıda oynanılıb. İlk kino Balıxanıda çəkilib. İlk balet, Carmen baleti Balıxanıda göstərilib. Yesenin Balıxanıda olub. Hətta şeiri də var, Balıxanski May. Yesenin orada Balıxanı adını adlandırır. Çaykovski bura gəlib. Aleksandr, 1-ci Aleksandr bura gəlib. Çar. Yəni bura çoxlu adamlar gəlib. O vaxtki insanlar bura gəlib gediblər. Balıxanı qəsəbəsi təkcə tarixi abidələri, nefti, ziyalıları, qədim sənət nümunələri ilə məşhur deyil. Burada həmçinin milli mətbəximiz də yaxşı inkişaf edib. Buradakı restoran və kafelərdə milli mətbəx nümunələri təqdim olunur. Balıxanıda tarixi abidələrlə, maraqlı gəzib görməli yerlərlə yanaşı, gözəl restoranlar da fəaliyyət göstərir və hazırda olduğumuz bu ailəvi restoran qovurma restoranıdır ki, burada milli mətbəx nümunələrimiz olan kabablar təqdim olunur bura gələn qonaqlara və öz ailəsi ilə bura gələn yerli sakinlərə. Və onu da xüsusi vurğulayım ki, burada təqdim olunan kabab növləri başqa bir restoranlarda yoxdur. İlk öncə xoş gəlmişsiniz bizim restoranımıza deməyək, birinci növbədə kəndimizə. Çünki restoran olaraq da biz öz kəndimizi istər Azərbaycanda və Azərbaycandan kənarda da təbliğ edirik. İnşallah can atırıq ki, ən yaxşı şəkildə təbliğ edirik öz milli mənəvi dəyərlərimizi, milli mətbəximizi. Bizim Balıxanıda 2 filialımız fəaliyyət göstərir. Biri qovurma restoranımızdır, biri Oxlov restoranımızdır. Adından bəllidir əslində Oxlov. Bakılılar xəmir yeməklərinə, xəmir xörəklərinə daha çox meyillidir. Orada əsasən qutablar, düşbərə, hansı ki Xırda Bakı düşbərəsi, Bakı gürzəsi
və digər təamlarımız var, Bakı köftəsi. Burada əsasən milli yeməklər, şah olaraq da kabablarımızdır. Hansı kabablar ki, onlar dünyanın heç bir yerində yoxdur. Ancaq özümüzə məxsus olan 6 növ kababımız var. Bu kababın adına, bu kababın sorağına xaricdən gələnlər var bura, Balaxanı kəndinə. Azərbaycanın bölgələrindən gələnlər çoxdur. Balaca yerdən başladıq, bir müddət fəaliyyət göstərdəndən sonra 2 növ kababı özüm fikirləşdim, hazırladıq, tutdu, maraq oldu, çox gördüyüm maraq var, gələnlər var buna görə. Başladıq artıq onların üstündə işləməyə, sonra bu restoranı təmir elədik, keçdik bura. Əvvəldə də qeyd etdik ki, Balaxanıda məskunlaşma bir neçə min il əvvələ təsadüf edir. İlk dəmir yolu şəbəkəsi də neftə görə bu kəndə çəkilib. Ölkəmizdə bəlkə də Balaxanı yeganə kənddir ki, bura kənardan gələnlər elə də çox deyil. Hazırda bu kənddə 20 mindən çox insan məskunlaşıb. İnfrastrukturun formalaşması yeni sosial əhəmiyyətli obyektlərin istismara verilməsi, yeni iş yerlərinin yaranmasına şərait yaradır. Balaxanının abad, səliqəli simasını görəndən sonra belə təəssürat yaranır ki, səhrada da Gülüstan yaratmaq olarmış. Yetər ki, istəyəsən. Bugünlük çəkilişlərimizi yekunlaşdırırıq. Balaxanı qəsəbəsi ilə tanışlıq maraqlı və unudulmaz oldu. Bizim layihəmiz isə davam edir və biz kəşf etməyə davam edirik. Növbəti ünvanlarda görüşənədək özünüzə yaxşı baxın, sağ olun.